Mənim yanımda bir 52 yaşında xanım idi. Sağlam xanım idi, heç nə yox idi. Deyir, birdən nədənsə üzü qıpqırmızı qızarır, təzyiq atır 180-ə, 190-a, sıxılıram, çox sıxılıram və acılıq olur. Mən düşündüm ki, panik atakdır. Amma sonra araşdıranda çıxdı ki, acılıq olur, gözü qırmızı qızarır və qəzəb gəlir. Müsibət qəzəb gəlir də. Məsələn, panik atakda qorxu gəlir, burada qəzəb gəlir də. Bu, qaraciyarın doluluğun bir əlamətidir, qaraciyarın doluluğun əlamətidir. Və bir dənə nöqtə, gənc kimisi bir nöqtə, F3. Mən onu da tövsiyə elədim, o F3-ü biz də işlədik, evdə də indiyə işləyir belə bir hal olanda, bir dənə nöqtə o xanımı rahat elədi.